Salam, bugün mən ginekoloji orqanlarda olan mioma kistalar barəsində danışmaq istəyirəm. Hansına əməliyyat tövsiyə edirik, hansılara əməliyyat tövsiyə etmirik. Öncəliklə hansı kütlələr rast gəlinə bilər çanaq orqanlarında? Miomalardan bəhs edeyim. Miomalar bir çox qadınlarda rast gəlinir. Lakin bunların hamısı əməliyyata göstəriş deyildir. Birincisi, əgər miomalar uşaqlığın daxilində doğru yerləşirsə, qanamalara səbəb olursa, biz o zaman əməliyyat edirik. İkincisi, əgər ölçüsü çox böyükdürsə və yaxud da hızlı sürətli şəkildə böyüyürsə, bu zaman da əməliyyata göstərişdir. Çölə doğru yerləşən miomalar, yəni buna da biz subseroz miomalar deyirik. Subseroz miomalar nə zaman əməliyyat edilir? Əgər ölçüsü çox böyükdürsə, arxa divarda yerləşib bağırsağa bası yapıb qəbizliyə səbəb olursa və yaxud da ön divarda sidik kisəsinə basıb sidik qaçırmalara səbəb olursa, bu zaman əməliyyat tövsiyə edirik. İkinci ən çox rast gəlinən yumurtalıq kistalardır. Yumurtalıq kistaları bir çox qadınlarda bütün reproduktiv yaşlarda, gənc yaşlardan menopozaya doğru bir çox xanımlarda rast gəlinir və öz-özünə də sorulub gedir. Bunlar hansı kistalardır? Follikulyar funksional kistalardır. Bəs bunlar əməliyyata tövsiyə edilirmi? Sadəcə ölçüsü çox böyük olduğunda, 8-10 sm və üzəri olduğunda və yaxud da içində solid cisimcik dediyimiz dəyişik yapılar gördüyümüzdə, qanlaması çox olan yapılar gördüyümüzdə o zaman əməliyyat tövsiyə edirik. Xüsusən də gənc yaşlarda, məsələn deyəlim ki, 20 yaş, 30 yaşlarda xanımlarda əgər kistalar varsa, bunları əməliyyat etmədən öncə mütləq müayinə edib, gərəkirsə əməliyyat edirik. Digər tərəfdən korpus luteum kistaları vardır. Korpus luteum kistaları 3 sm və üzəri olduğunda, bəzən də içinə qanamalı olduğunda bunlar ektopik hamilə, uşaqdan kənar hamilə ilə qarışdırıla bilir. Bu kistalar bizi nə zaman narahat edə bilər? Sadəcə olaraq bu kistalar patladığında, çünki cinsi əlaqə zamanı, xüsusən də sağ nahiyədə olduğunda patlayaraq qarındaxili qanama verə bilir. Bu belə əməliyyata göstəriş deyil, çünki xəstəni təqib edirik. Qarındaxili qanaması çox olmadığında və yaxud da qan təqibləri kəskin aşağı düşmədiyində bu xəstələrə də əməliyyat tövsiyə eləmirik. Digər əməliyyat edilməsi vacib olan kistalardan isə dermoid kistalar məsləhət görərəm. Dermoid kistalar 4 sm və üzəridirsə, bunlara əməliyyat məsləhət görülür. Çünki bunlar bəzən də içəriyi piy toxuması, saç və ya diş bu kimi toxumalarla zəngin olur və kəndi ətrafında dönərək, yumurtalı da döndərərək yumurtalığın məhv olmasına səbəb ola bilən kistalardır. 4 sm və üzəri olduğunda dermoid kistaları əməliyyat tövsiyə edirik. Əziz xanımlarımız, sizə tövsiyəm odur ki, mütləq əməliyyata getmədən öncə mütəxəssis bir həkimə danışın, əməliyyata tələsməyin. Təşəkkür edirəm.